Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə Azərbaycanın daxili suları mövzusuna baxacağıq. Bundan öncə öz YouTube kanalımı sizlərə təqdim edeyim. Burada mütəmadi olaraq çalışıram ki, qəbul imtahanına daha tez-tez düşən mövzuları izah edeyim. Kanal yenidir, fikir versəz, ilk paylaşımımız 3 həftə öncə olub. Yəni kanal bir aya yaxındır aktivdir və artıq 158 izləyicimiz var. 11 dənə video yerləşdirilibdir. Videolarımıza buradan baxa bilərsiniz. Hər birinizə uğurlar və zihin açıqlığı arzulayıram. Keçək bugünkü dərsimizə. Demək, mövzumuz Azərbaycanın daxili sularıdır. Ölkə ərazisində formalaşan yaxud da öz mənbəyini xarici ölkədən götürən bütün tranzit çaylar və daxildə formalaşan çaylar öz sularını sonunda Xəzər dənizinə tökürlər. Yəni ölkədə formalaşan və yaxud da öz mənbəyini xarici ölkədən götürən bütün çaylar daxili axarsız hövzəyə aiddir. Və ölkə ərazisində formalaşan çaylarımızı 4 əsas qrupa bölürük. Birinci qrup çaylarımız Böyük Qafqazın demək şimal-şərq yamacının çaylarıdır. Böyük Qafqazın şimal-şərq yamacının çayları. Bu çaylar öz mənbəyini əsasən demək Baş Qafqaz silsiləsindən yaxud da yan silsilədən götürən çaylardır. Yəni yüksək dağlıqdan götürürlər öz mənbələrini. Bura aiddir Samur çayı. Bir dəqiqə. Demək Samur çayı, burada Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ, Şabran, Gilgil və Ataçay. Ardıcılığa baxın. Samur, Qusar, Qudyal, Qara, Vəlvələ, Şabran, Gilgil və Ataçay. Bu çaylardan birinci baxaq tək-tək bu çaylarımıza və əsasən hansı dövrdə bol suludur, o xüsusiyyətlərinə də baxaq. Deməli bu çaylardan öncə gəlin baxağın, demək Samur çayına. Samur çayının uzunluğu 216 kilometrdir. Öz mənbəyini Baş Qafqaz silsiləsində olan Quton dağ zirvəsindən götürür. Yəni Rusiya ərazisində Quton dağ zirvəsindən götürür, Dağıstan Muxtar Respublikasından keçir və burada Azərbaycanla Rusiya arasında təbii sərhəd formalaşdırır bu çay və gəlir tökülür Xəzər dənizinə. Növbəti çayımız Qusar çayıdır. Qusar çayının uzunluğu 106 kilometrdir. Əslində uzunluqları bilmək o qədər vacib deyil. Mən əsas Samuru qeyd elədim 216 kilometr. Daha sonra Qanıq, Qabırlı, Kür və Arazı qeyd eləyəcəm. Əsas lazım olan çaylarımız bunlardır. Bir də Tərtər çayı. Demək Qusar çayı öz mənbəyini götürür Bazardüzü zirvəsindən. Bazardüzünün hündürlüyü 4466, amma o demək deyil ki, elə 4466 metr hündürlükdən götürür. Sadəcə yəni qeyd olunur ki, Bazardüzü zirvəsindən başlayır və sonunda Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə tökülür. Növbəti çayımız Qudyal çayıdır. Qudyal çay öz mənbəyini burada Salavat aşırımından götürür. Azərbaycan daxilində, yəni tranzit çay deyil. Tranzit çaylar, uşaqlar, bir neçə ölkə ərazisindən axan çaylardır. Yəni öz mənbəyini deyək ki, başqa bir ölkədən götürür. Məsələn, Samur çayı. Samur çayı öz mənbəyini götürdü. Deyək ki, Rusiya ərazisindən Azərbaycanla sərhəd boyu axdı, sonra gəldi, töküldü Xəzər dənizinə. Tranzit çay adlanır. Yaxud da deyək Kür çayı. Öz mənbəyini Türkiyədən götürür, Gürcüstandan keçir, daha sonra Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür, olur tranzit çay. Arpa çay burada qeyd olunubdur. Ermənistandan başlayır, Azərbaycan ərazisindən, Şərur rayon ərazisindən Araz çayına tökülür. Yəni bu şəkildə. Demək, Qudyal çayı dedik ki, Salavat aşırımından başlayır. Bu da Xaçmaz rayonu ərazisindən axaraq sonunda gəlib Xəzər dənizinə qovuşur. Növbəti çayımız demək Vəlvələ çaydır. Quru çay, Qara çay daha doğrusu Qara çay. Qara çay başlayır Baş Qafqaz silsiləsindən. Bax burada Baş Qafqaz silsiləsindən başlayır. O da sonunda gəlib sularını Xəzər dənizinə çatdırır. Vəlvələ çay öz mənbəyini Babaqdağ zirvəsindən götürür. Vəlvələ Babadağ 3629 metr. Gəlir burada Xəzər dənizinə qovuşur. Şabran çay, Gilgil çay və Ata çay. Bu çaylar Böyük Qafqazın şimal-şərq yamacının çaylarıdır. Və bu çaylar yüksək dağ zirvələrindən başladıqlarına görə dərələrində kanyonvari V şəkilli dərələr yaradır. V şəkilli dərələr, ensiz və dərin.
Çünki sürətli axırlar, meyli yerdən axırlar və uzunluqları qısadır. Dağdan başlayır, birbaşa Xəzər dənizinə aparır sularını. Oldu Böyük Qafqazın şimal-şərq yamacının çayları. Bir şey də qeyd edeyim, bu çaylar öz mənbələrini yüksək dağlıqdan götürdüklərinə görə ilin əsasən yaz və yay aylarında bol suludur. Adını çəkdiyimiz çaylardan Samur, Qusar, Qudyal bu çayların əsas qidalanma mənbəyi. Və burada da qeyd olunub, fikir verin. Demək, Samur, Qusar və Qudyal. Bu üç çayın əsas qidalanma mənbəyi qar və buzlaq sularıdır. Digər çaylar isə Qara, Vəlvələ, Şabran, Gilgil, Ataçay. Bu çaylarda isə əsasən qar və yağış sularıdır. Yəni əsas bol sulu dövr oldu yaz və yay aylarında. Bu şəkildə. Birinci qrup çaylarımıza baxdıq. Keçən ikinci qrup çaylarımıza. İkinci qrup çaylarımız Talış zonasının çaylarıdır. Talışın çaylarıdır. Bunları silim, mane olmasın. Demək, Talışın çaylarıdır. Buraya aiddir Astara çay, Təngərud, Lənkəran çay, Viləş çay və Kor mənsəbli olan Bolqar çay. Həm də Bolqar çay uşaqlar burada sərhəd çaydır. Fikir verin, İranla Azərbaycan arasında təbii sərhəd yaradır. Burada qırıq-qırıq xəttlərlə keçir bu şəkildə və mənsəbinə çatmır. Biz bu tipli çaylara kor mənsəbli çaylar deyirik. Bu zonanın əsas çayları Astara, Təngərud, Lənkəran, Viləş və Bolqar çaydır. Adını çəkdiyimiz çaylar öz mənbələrini Talış silsiləsindən götürür və buranın iqlimi yay quraq keçən mülayim isti olduğuna görə yağıntılar ilin soyuq dövrünə təsadüf eləyir. Yəni payızın sonu, qış və yazın əvvəli. Ona görə də buranın çayları ilin soyuq dövründə bol sulu olurlar. Yəni fikir verin, Böyük Qafqazın şimal-şərq yamacının çayları ilin isti dövründə, Talışın çayları isə ilin soyuq dövründə. Səbəb burada qar buzlaq olduğuna görə yaz və yayda əriyir. Bu dövrə təsadüf edir bol sulu dövrü. Buranın isə yağıntılı dövrü ilin soyuq dövrünə təsadüf elədiyinə görə soyuq aylarda bol sulu olur. Həmçinin adını çəkdiyim Astara, Təngərud, Lənkəran, Viləş çaydan yay ayları quraq keçdiyinə görə suvarmada istifadə olunur. Yəni suvarma əhəmiyyəti olan çaylardır. Əsas qidalanma mənbəyi buranın çaylarının yağış sularıdır. Həm də Talış zonası Azərbaycanda subtropikin Aralıq dənizi tipinin uyğun olduğu ərazidir. Aralıq dənizində də yağıntılar 700-800 mm olurdu. İlin soyuq dövründə düşürdü. Temperatur 5-25. Bu şəkildə tipik Lənkəranın iqlimidir. Həm də Lənkərana biz rütubətli subtropik də deyirik. Bu şəkildə. Oldu ikinci qrup çaylarımız. Keçən üçüncü qrup çaylarımıza. Üçüncü qrup çaylarımız Abşeron, Qobustanın çaylarıdır. Abşeron, Qobustan. Bunları silin, bunlar artıq mane olmasın. Abşeron, Qobustanın çayları. Bu çaylara aiddir Sumqayıt çay, onun qolları, demək, Çigil çay, Qozlu çay, ayrıca Pirsaat çay və Ceyran keçməz. Bu çayların əsas qidalanma mənbəyi yağış sularıdır. Buranın iqlimi qışın mülayim keçən yarımsəhra quruçöl iqlim yarımtipidir. Qış ayları mülayim keçir, həmçinin rütubətlidir. Və əsas qidalanma mənbəyi yağış sularıdır. Yağış suları olduğundan da bu çaylar ilin soyuq dövründə öz dərəsi boyunca axır, yay aylarında isə quruyur. Bunların içində əsasən Ceyran keçməz, fikir verin, qırıq-qırıq xəttlər var. Ceyran keçməz, Kor mənsəbli çaydır. Pirsaatın da üzərində burada Pirsaat su anbarı yerləşir. Su anbarlarına da ayrıca baxacağıq. Oldu Abşeron, Qobustanın çayları. Bu şəkildə. Növbəti qrup çayımız 4-cü Kür hövzəsinin çaylarıdır. Nə deməkdir bu? Kür hövzəsi o deməkdir, yaxud da dolayısı yolla, yəni başqa bir çay vasitəsilə öz sularını Kürə çatdırır. Bu çaylar da bir neçə qrupa bölünür. Birinci qrup Qanıq Əyriçay vadisinin çaylarıdır. Bu zonanın çaylarıdır. İkinci qrup çaylar Şirvan zonasının çaylarıdır. Bu çaylardır. Üçüncü qrup çaylarımız Kiçik Qafqazın şimal-şərq yamacının çaylarıdır. Bu çaylar şimal-şərq yamacı. Dördüncü qrupumuz Qarabağ zonasının çaylarıdır. 3 dənə çay var burada. Tərtər, Xaçan və Qarqar. Daha sonra bunlar birbaşa öz sularını Kür çayına çatdıran çaylardır.
yaxud da dolayısı yolla. Növbəti çaylarımız Araz çayı hövzəsinə aid olan çaylardır. Bax, Araz çayı burada sərhəd boyunca axır və bu çaylar iki qrupa bölünür. Naxçıvanın çayları və Kiçik Qafqazın cənub-şərq yamacının çayları. Bu zonanın çayları. Bu çaylar öz sularını Araz çayına tökür. Araz çayı isə burada Sabirabad rayonu ərazisində öz sularını Kür çayına çatdırır. Və biz bu çayların hər birinə ayrı-ayrılıqda zonalar üzrə baxacağıq. Birinci başlayaq Qanıq Əyriçay vadisinin çaylarından. Buraya aiddir Mazım çay, Katix çay, Muxax çay, Qara çay. Qeyd edim ki, Qara çay Böyük Qafqazın şimal-şərq yamacında da var. Burada da var, burada da var. Kürmük çay, Şin çay, Kiş çay, Əyri çay, Qanıq. Qanıxa demək Gürcüstan ərazisində səhv eləmirəmsə Alazan çayı deyirlər, yanılmıramsa və burada Qabırlı çayı olur. Demək, Qanıq Əyriçay vadisinin çayları. Diqqətlə baxaq, təkrarlayıram. Demək, Mazım çay, Katix çay, Muxax çay, Qara çay, Kürmük çay, Şin çay, Kiş çay, Əyri çay, Qanıq və Qabırlı çayları. Bu çaylar Kür çayının sol qollu hesab olunur. Və bu çaylardan Kürə birbaşa tökülənlər Qanıqla Qabırlıdır. Yerdə qalan digər çaylar isə Qanıq çayının yaxud da Əyri çayın qollarıdır. Yəni Mazım çay Qanığa tökülür, Katix çay Qanığın qoludur, Muxax çay Qanığın qoludur, Qara çay, Kürmük çay, bunlar hamısı Qanıq çayının qollarıdır. Burada isə Əyri çay var, Əyri çayın da qolları Şin çay və Kiş çay çaylarıdır. Bunlar da Əyri çayın qoludur, Əyri çay isə Qanığın qoludur və sonda Qanıq çayı gəlir buradan Mingəçevir su anbarına tökülür. Buranın yeri əvvəllər Kür çayı olubdur. Ötən əsrin 50-ci 60-cı illərində burada Mingəçevir su elektrik stansiyası, yəni su anbarı tikilibdir. Üzərində də elektrik stansiyası inşa olunubdur. Bu şəkildə. Buranın çayları, diqqətlə baxaq, buranın çayları öz mənbələrini Baş Qafqaz silsiləsindən götürür. Öz mənbəyini Baş Qafqaz silsiləsindən götürür. Və bu çaylar deməli Qanıq Əyriçay vadisi boyunca axaraq əsasən yeraltı sularla qidalanır. Qanıq Əyriçay çökəkliyi buradadır da bilirik. Qanıq Əyriçay çökəkliyində demək sular, yeraltı sular yer səthinə yaxın olduğuna görə bu çayların əsas qidalanma mənbəyi yeraltı sulardır. Baş Qafqaz silsiləsində isə qar sularıdır. Bu şəkildə oldu Böyük Qafqazın cənub yamacının Qanıq Əyriçay vadisinin çayları. Növbəti qrup çaylarımız Şirvan zonasının çaylarıdır. Buraya aiddir Əlican çay, Türyan çay. Türyan çayın qolu olan Tikanlı, Dəmiraparan, ardınca Göyçay, Girdiman çay və Ağsu çay əsas çaylardır. Təkrarlayıram. Əlican çay, Türyan çay, Göyçay, Girdiman, Ağsu və Türyan çayın qolları olan demək Tikanlı ilə Dəmiraparan çay. Bu çaylar öz mənbələrini Baş Qafqaz silsiləsinin cənub yamaclarından götürür. Şirvan zonasından, Şirvan düzənliyindən axaraq Kür çayına çatırlar. Adını çəkdiyimiz çaylardan Göyçay burada deməli yuxarı Şirvan kanalına tökülür. Yəni birbaşa Kürə çatmır, amma Kür hövzəsi çayı hesab olunur. Şirvan zonasının çayları. Bu çayların əsas qidalanma demək rejimi üzr istəyirəm. Əsas qidalanma rejimi qar və yağış sularıdır. Şirvan düzündə isə yeraltı sulardır. Bu şəkildə. Daha sonra keçək Kiçik Qafqazın şimal-şərq yamacının çaylarına. Kiçik Qafqazın şimal-şərq yamacının çayları. Buraya aiddir İncəsu, burada İncəsu, Ağstafa çay Ermənistandan başlayır, tranzit çaydır. Həsənsu Ermənistandan başlayır, tranzit çaydır. Tovuz çay yenə tranzit çaydır. Burada Zəyəm çay, Şəmkir çay, Gəncə çay, Kürək çay və İncə çay. İncə çaya qədər olan hissənin hamısı gedir Kiçik Qafqazın şimal-şərq yamacının çayları. Və bu çaylar öz mənbələrini götürürlər Murovdağ silsiləsindən, Şahdağ silsiləsindən və Ermənistan ərazisində Murğuz dağlarından, yəni silsilələrindən.
və nəticədə bu çaylar əsas qidalanma rejimi olur qar və yağış suları. Bu şəkildə. Növbəti çaylar qrupumuz demək Qarabağ düzünün çaylarıdır. Qarabağ zonasının çayıdır. Buraya 3 dənə çay aiddir. Bu çaylardan biri demək Tərtər çayıdır. Digəri Xaçın çayıdır. Üçüncü isə Qarqar çayıdır. Adını çəkdiyim çaylardan Tərtər çayı öz mənbəyini götürür Qarabağ vulkanik yaylasından və onun 2 dənə qolu var. Tutqun çay və Lev çay. Lev çayda yadınıza düşür, civə yatağı var idi. Kəlbəcər rayonu ərazisində Şorbulaq, Ağyataq və Lev çay civə yataqları. Yəni Lev çay sözü oradan götürülüb və Tərtər çayının qoludur. Və Tərtər çayının əsas qidalanma mənbəyi 71% yeraltı sulardır. Qarabağ vulkanik yaylası. Digər iki çayımız isə Xaçın çayı və Qarqar çayı isə öz mənbələrini burada ayrıca qeyd edeyim, qarışdırmayasınız. Demək, burada Qarabağ silsiləsindən götürür. Qarabağ silsiləsindən. Bu şəkildə və gəlir, demək, Kür çayına tökülür. Kürün sağ qoludur. Ümumiyyətlə, Kiçik Qafqazın şimal-şərq yamacı və Qarabağ düzünün çayları Kür çayının sağ qollarıdır. Bu şəkildə. Keçək növbəti çay qrupumuza. Kiçik Qafqazın cənub-şərq yamacının çayı. Buraya aiddir Həkəri, Həkərinin qolları olan Şəlvə, Xocasu, ayrıca Bərgüşad, Oxçu çay və burada Bəsit çay. Təkrar deyirəm. Deməli, Həkəri, Bərgüşad, Oxçu və Bəsit çay. Həkəri, Bərgüşad öz mənbələrini burada Qarabağ vulkanik yaylasından götürürlər. Şəlvi ilə Xocasu Həkərinin qoludur. Bərgüşad isə öz yenə mənbəyini Qarabağ vulkanik yaylasından götürür və sonunda gəlib burada Araz çayına tökülürlər. Növbəti çayımız Oxçu çayıdır. Oxçu çayı öz mənbəyini Zəngəzur dağlarından götürür. Tranzit çaydır. Ermənistan ərazisindən Azərbaycana daxil olur və burada Araz çayına tökülür. Həmçinin Oxçu çay demək ölkə arasında axan ən çirkli çaylardan biridir. Səbəb çayın yuxarı axarında, yəni Ermənistan ərazisində tikilən demək müəssisələrdir ki, tullantıların hamısını həmin çaya tökürlər. Bu şəkildə. Və bu çayların bir şey qeyd eləmədim. Həkəri, Bərgüşad, Xocasu, Şəlvə bu çayların əsas qidalanma mənbəyi yeraltı sulardır. Növbəti çay qrupumuz sonuncu demək Naxçıvanın çaylarıdır. Naxçıvanın çaylarına aiddir Arpa çay, burada Naxçıvan çay, Əlincə çay, Gilan çay və Ordubad çay. Fikir versəz, Naxçıvan ərazisində müəyyən bir ərazidə boşluq var, çay şəbəkəsi seyrəkdir, səbəbi isə iqlimin kontinental olmasıdır, yəni yağıntıların miqdarı azdır. Çay şəbəkəsi də ona görə seyrəkdir. Buranın çaylarından Arpa çayı öz mənbəyini Qarabağ vulkanik yaylasından götürür, yeraltı sularla qidalanır. Naxçıvan çay öz mənbəyini demək Zəngəzur dağlarından, Əlincə də həmçinin, Gilan, Ordubad da həmçinin öz mənbələrini Zəngəzur dağlarından götürür. Və bunların içində Gilan çay əsas qidalanma mənbəyi demək qar və buzlaq sularıdır. Səbəbi mənbəyini Qapıcıq dağından götürməsidir. 3904 metr. Oldu demək Azərbaycanın daxili suları. Və bu sular Araza tökülür. Araz çayı isə həmin suları daşıyır hara? Kür çayına. Kür çayı da burada Xəzər dənizinə tökür. Oldu Xəzər dənizi, yəni daxili axarsız hövzə. Burada ayrıca qeydlərə baxaq. Ayrıca demək qar və buzlaq sularının ərinti suları buraya aiddir Samur, Qusar, Qudyal, Dəmirəparan və Gilan çay. Adını çəkdiyim çayların əsas qidalanma mənbəyi qar və buzlaq sularıdır. Yeraltı sularımız Tərtər çayıdır 71%, burada bayaq göstərdim. Türyan çayıdır 61%, burada göstərdim. Sonra Həkəri, bayaq qeyd elədim yeraltı sular. Araz çayıdır, ayrıca 46% yeraltı sular. Ümumiyyətlə Kür, Araza ayrıca baxacağıq. Və Naxçıvanın əksər çayları əsas qidalanma mənbəyi yeraltı sulardır. Yağış sularımız ceyran keçməz, bayaq qeyd elədim. İqlim qış aylarında rütubətlidir. Çaylarını əsasən orta və alçaq dağlıqdan götürür bu çaylar. Ona görə də qidalanma rejimində əsas pay yağış sularına düşür. Abşeron Qobustanın digər çayları, yəni Sumqayıt çay, Pirsaat, Ceyran keçməz, Sital çay, ardınca Talış zonasından Viləş çay,
73%, Lənkəranın digər əksər çayları, yəni Astara, Təngərud, sonra Viləşçay, Bolqarçay, bu çayların əsas qidalanma mənbəyi yağış sularıdır. Köndələn çay öz mənbəyini burada demək Qarabağ silsiləsindən götürür. Əsas qidalanma mənbəyi 62%-dir. İncə çay burada yerləşir. Qeyd olunmayıb yoxsa? Düşməyib burada. Deyir burdadır, burada. İncə çay. İncə çay əsas qidalanma mənbəyi 48%-dən yağış sularıdır və Qarqar çay. Qarqar çay da Qarabağ silsiləsindən başlayır. Bayaq qeyd elədim. Demək oldu yağış suları. Bu qeydin bu hissəsinə diqqət eləyərsiniz, qəbulda düşmə ehtimalı çoxdur. Sonra ayrıca sərhəd çaylarımıza baxaq. Yəni sərhəd boyunca təbii sərhəd yaradan çaylarımız. Samur çayı Azərbaycanla Rusiya arasında, burada göstərirəm. Bu əsas hissəsini göstərim. Demək, Samur çayı. Burada Azərbaycanla Rusiya arasında təbii sərhəd rolunu oynayır. Sonra Mazım çay Gürcüstanla Azərbaycan arasında. Mazım fikir verin. Burada Gürcüstan, Azərbaycan arasında təbii sərhəd. Daha sonra Qanıq Gürcüstan, Azərbaycan. Sonra Qabırlı Gürcüstan, Azərbaycan. Bolqar çay İran, Azərbaycan. Astara çay İran, Azərbaycan və Araz çay İran, Azərbaycan. Həmçinin İranla Ermənistan arasında da bu çay sərhəd rolunu oynayır. Bu şəkildə oldu. Demək, sərhəd çaylarımız. Bəs tranzit çaylar nədir? Dərsin əvvəlində qeyd eləmişdim. Tranzit çaylar bir neçə ölkə ərazisinin axan çaylara deyilir. Arpa çayı, məsələn, Ermənistan, Azərbaycan, Bəsit çayı, Ermənistan, Azərbaycan, Oxçu həmçinin Ermənistan, Azərbaycan, Bərgüşad, Ermənistan, Azərbaycan. Görürsüz, iki ölkə arasında axır. Kür çayı, Türkiyə, Gürcüstan, Azərbaycan, Tovuz çayı, Ermənistan, Azərbaycan, Həsənsu, Ağstava çay, İncisu və Coğaz çay. Coğaz da Qazax rayonu ərazisindədir. Buradadır, qeyd olunmayıb nəcibsə. Demək, bu çayların hər biri Ermənistan ərazisindən başlayır və Azərbaycan ərazisində Kür çayına tökülür. Oldu tranzit çaylar. 2 və daha artıq ölkə arasından axan çaylar qrupu. Keçək növbəti slaydımıza. Burada ümumi daxili suları qeyd eləmişəm. Ayrıca son barlarımız da var. Buna qayıdıb baxarıq. Burada çaylarımızın qidalanma rejimləri. Bayaq yuxarıdakı konspektdə qeyd elədim. Qar, buzlaq, yeraltı, yağış. Amma burada qeyd elədiklərim daha vacibdir. Buna diqqət eləyərsiniz. Sonra keçən Azərbaycan ərazisində axan əsas 2 çaya. Bu çaylar Kür çayıdır və Araz çayıdır. Kür çayı öz mənbəyini, həmçinin Araz çayı da öz mənbələrini bu çaylar Türkiyə ərazisindən götürür. Kür çayının mənbəyi Türkiyə ərazisində Qızılgədik dağıdır, 2740 metr. Araz çayının isə mənbəyi Bingöl silsiləsidir, 2990 metr. Yəni Araz çayının mənbəyi Kür çayının daha hündürdədir. Və bu çayların gəlin mənsəblərinin hündürlüyünə baxaq. Kür çayı birbaşa burada Xəzər dənizinə tökülür. Xəzər dənizinin səviyyəsi -27. Araz çayı isə Kürə tökülür. Bax, buradan Kürə tökülür. Bu ərazidə Kürə tökülür. Və bu ərazinin hündürlüyü -11 metrdir. Bu çayların düşmələrini tapanda Kürün düşməsini tapmaq üçün 2740 çıxılsın -27, mənfi müsbət olur 2767. Düşmə nədir? Düşmə çayın mənbəyi ilə mənsəbi arasında olan hündürlük fərqidir. Bingöl silsiləsi isə, yəni Araz çayı 2990 çıxılsın -11, mənfi yenə müsbət eləyir 3001 metr. Və hər iki çayı meylin tapanda, yəni deyək ki, 2767 bölünsün Kürün uzunluğundan 1515 kilometr. Demək, cavabımız vahiddən böyük alınır, birdən böyük alınır, yəni dağ çayıdır. Araz çayı da həmçinin 2990 çıxılsın -11 eləyir 3001 metr. 3001 metri də bölürük Arazın uzunluğuna, yəni 1072 kilometrə, o da birdən böyük alınır. Nəticədə hər iki çay vahiddən böyük olduğu üçün dağ çayı hesab olunur. Amma bu çayların qidalanma rejimləri fərqlidir. Baxaq birinci Kür çayına. Kür çayının qidalanmasının əsas mənbəyi qar sularıdır, 52%. Yeraltı sular burada 30%-dir, yağış suları isə cəmi 18%-dir. Bir şey də qeyd edeyim, daha rahat yadda saxlamaq üçün. Həm Araz çayında, həm Kür çayında ən aşağı pay yağış sularına düşür. Arazda bu qiymət 16%-dir.
16%, Kürdə isə 18%-dir. Hər ikisində əsas qidalanma, demək ən aşağı faiz göstərici yağış sularının payına düşür. Daha sonra Kür çayının maksimum səviyyəsi, yəni ən bol sulu dövrü aprel ayına təsadüf edir, 4-cü ay. Minimum səviyyəsi isə 9-cu aya təsadüf edir, yəni sentyabr. 4 və demək 9, 5 ay aralığında. Apreldə maksimum, sentyabrda isə minimum səviyyə. Araç sayına baxaq. Əsas qidalanma rejimi demək 46%-dir. Burada yəni əsas qidalanması 46% olan yeraltı sulardır. Belə çıxır ki, Arazın əsas qidalanma rejimi yeraltı sulardır. Qar sularımız burada 38%-dir. Və Arazın maksimum səviyyəsi Kürdən bir ay sonra may ayına təsadüf eləyir. Minimum səviyyəsi isə Kürdən bir ay öncə avqust ayına təsadüf eləyir. Burada yəni belə deyək, maksimum 5-ci aydır, minimum 8-ci aydır, may, avqust. Burada isə maksimum 4-cü aydır, minimum isə demək 9-cu aydır. Bu şəkildə 5, 8, 4, 9. Bir növ belə yadda saxlaya bilərsiniz. Kürün apreli burada, sentyabrı burada, Arazın mayı burada, avqustu belə. Yəni Araz çayı Kür çayından bir ay sonra və bir ay öncə ən bol sulu və ən qıç sulu dövrünü yaşayır. Bu şəkildə. Bura ilə də yekunlaşdıq. Məncə bir problem yoxdur. Keçək Azərbaycanın göllərinə. Göllərinə baxaq uşaqlar. Ölkə ərazisində müxtəlif mənşəli göllər var. Birinci bu göllərimizin siyahısına baxaq, daha sonra biz onların xəritədə qeyd edək. Demək, ölkə ərazisində formalaşan göllər mənşəyinə görə bir-birindən fərqlənir. Bizdə mənşə olaraq çay-dərə mənşəli göllər var, laqun mənşəli göl var, tektonik var, tektonik vulkanik bənd var, sonra buzlaq mənşəli var, uçqun bənd var. Bu mənşəli göllərimiz var. Və gəlin ardıcıllıqla demək göllərimizə baxaq. Həm də sahə üzrə. Burada mən baxıram, göllərimizi sahəsinin böyükdən kiçiyinə doğru sıralayıblar. Demək, ən böyük gölümüz Sarısudur. Mənşəyi çay-dərədir. Yadımıza salaq görək çay-dərə mənşəli göl nədir? Çay-dərə mənşəli göl meandrlı göllərdə, çaylarda yaranır. Meandrlar çayın belə bu şəkildə qıvrılmağına deyilir. Səbəb də demək qarşısına çıxan bərk süxurlardır. Bərk süxurları yuya bilmədiyinə görə çay öz istiqamətini dəyişir. Daha sonra yavaş-yavaş bərk süxurları oyduqca, aşındırdıqca öz yolunu düzəldir və nəticədə kənarında axmaz çay-dərə mənşəli göllər yaranır. Buraya aiddir Candar göl, Ağgöl, Sarısu, Hacıqabul və Duzdağ. İndi bunlara ayrı-ayrı baxarıq. Demək, Sarısu oldu mənşəyi çay-dərə, duzluğu şor suludur, axarsızdır təbii ki də və yerləşdiyi ərazi İmişli ilə Sabirabad rayonları ərazisindədir. 98% İmişli, 2% isə Sabirabad rayonu ərazisinə düşür. Daha sonra baxağın burada Ağgölə. Ağgölün də mənşəyi çay-dərə mənşəlidir. Ağcabəddi ilə Beyləqan rayon ərazisində yerləşir. Aydın məsələdir, axarsız olduğuna görə bu da şor suludur. Sahəsinə ehtiyac yoxdur, dərinliyinə ehtiyac yoxdur. Mütləq hündürlük lazım ola bilər. Bunu axırda qeyd eləyərik. Və mənşə oldu çay-dərə, Ağcabəddi, Beyləqan. Buradakı xəritədə baxaq bunlara. Deməli, diqqətlə baxın. Sarısunu qeyd elədim, İmişli, Sabirabad. Burada isə Ağgöl, Ağcabəddi, Beyləqan. Hər ikisi Kür çayının sahilində, sağ sahilində yerləşir və mənşəyi çay-dərə mənşəlidir. Ardınca Hacıqabul gölə baxaq. Axmazları çıxardaq sıradan, daha sonra tektoniklərə keçək. Hacıqabul gölü. Hacıqabul gölü Kürün sol sahilində yerləşir. Bu da çay-dərə mənşəlidir və axarsızdır. Ümumiyyətlə, narıncı rənglə qeyd olunanlar, burada siyahıda baxın, yazıb duzlu göllərdir. Daha sonra Kürün sol sahilində əlavə olaraq Duzdağ yerləşir. Duzdağda demək axmaz çay-dərə mənşəlidir, Kürün sahilində yaranıbdır. Burada isə Candar göl qeyd olunub. Candar göl demək sərhəd gölüdür. Gürcüstanla Azərbaycan arasında yerləşir. Və bu gölün fikir versə suyu demək şirin sulu yazılıbdır. Halbuki
axmaz göllər elə axmaz, axarsız mənasında. Axmaz göllər şorsuz olur. Amma səbəbi nədir? Səbəbi odur ki, Candar gölünə demək Gürcüstan ərazisindən kanal çəkib suyu oradan çıxardılar. Yəni Candar gölə çay tökülür, həm də çay çıxır. Nəticədə olur axarlı və şirin sulu. Çaydərə mənşəli göllərimiz bu qədərdir. Təkrar edirəm. Candar göl, Ağgöl, Sarısu, Hacıqabul və Duz dağ. Bu göllər oldu demək axmaz çay dərə. Daha sonra bunu sıradan çıxartdıq. Keçək tektonik göllərimizə. Tektonik mənşəli göllərimiz Acınoğur gölüdür. Fikir verin. Çox uşaq bunu qarışdırır. Deyir müəllim Kürün sahilindədir. Bəs niyə axmaz çaydərə deyil? Səbəbi ondadır ki, tektonik mənşəlidir. Gölün dibinin mənşəyi tektonikdir. Yəni hərəkətlər nəticəsində yaranıb, çuxur yaranıb və ora su dolub və bu göl nədir? Axarsız və duzlu göldür. Acınoğur oldu tektonik. Ardınca Abşeronun göllərinə baxaq. Masazır, Böyük Şor, Xocasən, Bülbülə, Abşeron yarımadasında olan göllərdir. Xocasən gölü, təkrar edirəm, Böyük Şor, Masazır, Xocasən, Bülbülə. Bu göllərin hər biri tektonik mənşəli göllərdir. Hətta tektonik qalıq da demək olar bunlara. Tektonik relikt. Nə vaxtsa Tets okeanının hissələri olubdur. Daha sonra tektonik hərəkətlər nəticəsində Abşeron yarımadası suyun altından çıxıb və bu çuxurlarda adını çəkdiyim göllər yaranıbdır. Abşeron gölləri və təbii ki də axarsızdır. Həm də Azərbaycanın faydalı qazıntılarını keçəndə deyirdik ki, bu göllərin demək dibindən çökmə duz çıxarılır. Yəni mətbəxdə ki istifadə eləyirik, həmin duzları çıxardırlar. Çökmə duz, Abşeronun duz şorsulu gölləri. Daha sonra baxağın burada Böyük Alagöl, Kiçik Alagöl Kəlbəcər rayonu ərazisində yerləşir. Bu göllərin də mənşəyi tektonik göllərdir. Həmçinin burada ala göllər tektonik göllərdir. Axarlıdır və şirin suludur. Aydın məsələdir. Sonra baxaq uçqun mənşəli gölümüzə. Uçqun mənşəli göllər. Uçqun mənşəli göllərin digər adı uçqun bənd gölləridir. Bu göllər zəlzələ nəticəsində yaranır və biz bilirik ki, 1139-cu ildə Gəncədə zəlzələ baş verib. Və bu zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi qaya şəklində qopub, çayın qarşısını kəsibdir, Ağsu çayının qarşısını kəsibdir və yerində adını çəkdiyimiz Göygöl, Maral göl, Zəli göl, demək Ördək göl, Zəli göl, Şamlı göl bu göllər yaranıbdır. Göygöl rayonu ərazisində və təbii ki də axarlı göllərdir. Daha sonra Naxçıvan ərazisində də demək uçqun bənd göl var. Bu gölün adı Batabatdır. Şahbuz rayonu ərazisində yerləşir. Batabat, Göygöl, Maral göl, Zəli göl, Şamlı göl, Ördək göl və Batabat. Bu göllərin mənşəyi oldu uçqun bənd. Ayrıca vulkanik gölümüz var. Yəni vulkan sönmüş vulkanların kraterində yaxud da yanlarında yaranmış göllər. Bu göllərə bunların hamısını silim qarışdırmayaq. Bu göllərə demək aiddir Qaragöl. Qaragöl. Laçın rayonu ərazisində. Qaragöl vulkanik mənşəli oldu və axarlıdır. Daha sonra buzlaq mənşəli göllərimizdən ölkə ərazisində bir dənə Tufan göldür. Tufan göl Baş Qafqaz dağlarında yerləşir və təbii ki də axarlıdır. Və sonuncu mənşə baxımından göllərimizdən laqun mənşəli göl qaldı. Dünyada da ən böyük laqun mənşəli göl, dünyanın daxili sularını keçəndə qeyd eləmişdim. Orada Maracaibo gölüdür. Cənubi Amerikanın demək Venesuela ərazisində yerləşir. Ensiz boğaz vasitəsilə Karib dənizi ilə birləşir. Laqun mənşəli göl. Azərbaycanda isə burada ağzı bir çala və yanında Dəvəçi liman gölü var. Mənşəyi demək oldu laqun mənşəli. Bu şəkildə oldu Azərbaycanın demək gölləri. Gəlin bunların hündürlüyünə baxaq. Demək çox dərinliyinə getməyəcəm. Birinci dağ göllərimizə baxaq. Böyük Alagölün hündürlüyü 2729, Kiçik Alagölün hündürlüyü 2739. Fikir versəz, Kiçik Alagöl Böyük Alagöldən daha hündürdə yerləşir və Kiçik Alagöldən Qurbağalı çayı başlayır və həmin çay Böyük Alagöl demək gölünə tökülür.
Yəni kiçik Alagöl böyük Alagöldən daha hündürdədir. Daha sonra Göygöl vacib olan göllərimizdən 1553 metr, bəzi mənbələrdə 1556 metr qeyd olunur. Daha sonra Maral göl 1902 idi, indi 1899 qeyd edirlər, bilmirəm niyə. Yəni Maral göl Göygöldən daha hündürdədir. Batabat Naxçıvanda, Şahbuz rayonunda 2113 metr hündürlükdədir, kifayət qədər hündürdür. Qanlı göl, bu da Naxçıvandadır, bayaq qeyd eləmədim. Batabat, bir dəqiqə bax burada. Batabatın yanında Qanlı göl var. Onun da mənşəyi uçqun bənddir. Bax burada elə qeyd edim ikisini də bir yerdə. Batabat və Qanlı göl. İkisinin də mənşəyi uçqundur. Batabat 2113, Qanlı göl isə 2424 metr hündürlükdən başlayır. Buzlaq mənşəli Tufan gölümüz. Mənşəyi buzlaqdır. Sahəsi də çox kiçikdir, fikir verin. 0,1 kvadrat kilometr sahəsi var və öz demək yerləşdiyi hündürlük 3277 metr hündürlükdə yerləşir. Azərbaycanın ən hündürdə yerləşən dağ gölüdür. Daşkəsənin qara demək Bala Göyçəsi yaxud da Göy gölünə ehtiyac yoxdur. Burada demək Abşeron yarımadasında Xocasən gölü yerləşir, bayaq dedik. Burada demək Masazır, Böyük Şor gölləri bayaq burada xəritədə qeyd elədim. Abşeron yarımadasının gölləridir. Bu ərazinin gölləri və mənşələri tektonikdir, həm də axarsızdır, şor suludur. Bu şəkildə məncə göllərlə də yekunlaşdıq. Gələn dərsimizdə ayrıca Azərbaycanın demək su anbarlarını izah eləyəcəm. Su kanalları, kollektorları baxacağıq, uzunluqlarına, su vardığı ərazilərə, axdığı ərazilər, hardan başlayır mənbələri, harda yerləşir, həmçində su anbarlarına da ayrıca baxacağıq. Bugünlük dərsimiz bu qədər. Diqqətiniz üçün sağ olun, var olun.